5 ay xəstəxanalarda yatmışam. Sonra məndə ayrı xəstəliklər yarandı. Güclü diabet, şəkər xəstəliyi. 2 dəfə qapalı əməliyyat olmuşam. Belimdə onurğa xəstəliyi var. Məhərrəm Əlirzayev Bərdə rayonundan gəlib. Onun istəyi əlilliyə görə aldığı və 2021-ci ildən dayandırılan pensiyanın bərpa edilməsidir. Dediyinə görə müddətsiz əlilliyin təyin edilməsi onun kimi bir sıra vətəndaşın yola sərf etdiyi pul və vaxt itkisinin qarşısını alar. İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, statistikaya nəzər salsaq, 5 il ərzində əlilliyə görə pensiya alan vətəndaşların sayı təxminən 60 minə qədər azalıb. Yeni qərar, yəni müddətsiz əlilliyin təyinatına əsas verən meyarların sayının artırılması vətəndaşların işini asanlaşdıracaq. Əgər hər hansı bir şəxsin ayaqları amputasiya olunubsa, əli amputasiya olunubsa və s. bunların yenidən bərpası mümkün deyil. Və belə bir halda belə bunun müddətli olaraq əlilliyin təyin edilməsi insanlarda əlbəttə ki, suallar yaradırdı. Bu baxımdan da yeni dəyişikliklər məhz bu istiqamətdə əlilliyin müddətsiz təyin olunması istiqamətində meyarların sayının artırılması yolu ilə əvvəlki dövrlərdə müşahidə olunan müvafiq ziddiyyətli məqamların aradan qaldırılmasını hədəflənir. Belə ki, yeni qərardan sonra ağır xəstəliklər üzrə əlillik təyin edilən şəxslər əlavə yoxlamalara cəlb olunmayacaqlar. Bu, eyni zamanda aidiyyatı qurumların da iş yükünün azalmasına səbəb olacaq. Əlilliyin qiymətləndirilməsi sayəsində ən önəmli islahatlardan biri 2022-ci ilin iyul ayından yeni meyarların tətbiqi ilə bağlı olmuşdur. Belə ki, bu meyarların sayı 5 dəfəyə qədər artırılmışdır. Artıq 616 meyar üzrə əlillik müəyyən olunur. Bunun da 46,4%, yəni 286 meyar üzrə əlillik müddətsiz müəyyən olunur. Müqayisə üçün bildirək ki, ötən dövrlərdə qüvvədə olan qərarda 51 meyar üzrə əlillik müddətsiz təyin olunurdu. Əvvəllər 18 yaşa qədər olan şəxslərə müddətsiz əlillik təyin edilmirdi. Lakin yeni qaydaların tətbiqi ilə yaşdan asılı olmayaraq geri dönüşü mümkün olmayan xəstəliklərdən əziyyət çəkən şəxslərə birdəfəlik əlillik təyinatı veriləcək. Qasım Xuluflu, Rizvan Əkbərli, Etibar Qurbanov, İTV Xəbər.